Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men ihtede bihuda əmmə ba'd. Allah hamd olsun, biz davam edirik Şeyx Abdurrazaq Həfizahullahın Təcdidul İman, İmanın Təzələnmə adlı gözəl kitabçasını oxumağa və Şeyx imanın təzələyən amilləri bir-bir qeyd etməyə davam edir və həmçinin Şeyxin imanın təzələnməsinə səbəb olan amillərdən biri də Peyğəmbər sallallahu əleyhi və səlləmin həyat tərzini fikirləşməsidir. Peyğəmbər sallallahu əleyhi və səlləmin sirasını fikirləşməkdir. Və Şeyx buyurur ki: "Fə innə təəmmələ fis-siratin Nəbi sallallahu əleyhi və səlləm və hədyuhu və adabuhu və əxlaquhu və muamalatuhu və cihaduhu və bəzluhu və atauhu və qeyru zəlik min a'zam mə yazil iman." Şeyx buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin həyat tərzini fikirləşmək, Peyğəmbər s.ə.v-in yolunu fikirləşmək, ədəbin fikirləşmək, əxlaqın fikirləşmək, muamələtin, insanlarla davranışın fikirləşmək, Peyğəmbər s.ə.v cihadın fikirləşmək, həmçinin Peyğəmbər s.ə.v-in verimliyini, əta etməsini fikirləşmək, əli açıqlığını fikirləşmək, səxavətliyini fikirləşmək və buna bənzər şeyləri fikirləşmək insanın imanını artıran, müsəlmanın imanını artıran ən əzəmətli səbəblərdən biridir, amillərdən biridir. Doğrudan da biz nə qədər Peyğəmbər s.ə.v-in sirasına bağlı olarıqsa, nə qədər Peyğəmbər s.ə.v-in sirasını oxuyarıqsa, faydalanırıqsa, gözümüzün önündə daim saxlayarıqsa, bu bizim imanımızı artmağına səbəb olar. Çünki Peyğəmbər s.ə.v alimlər rəhmət olaraq gəlmişdir. Bütün insanı Allahın rəhmətinə çatdıracaq həyat tərzi Peyğəmbər s.ə.v-in həyatında bərqərar olmuşdur. O elə bir Peyğəmbər idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hətta Peyğəmbərliyindən əvvəl belə örnək bir şəxs idi. Peyğəmbərliyindən əvvəl belə Peyğəmbər sallallahu əleyhi və səlləm sayılan, seçilən insan idi. Düzgünlüyü ilə, əmanəti qoruyub saxlaması ilə, xəyanət etməməyi ilə, pislik etməməyi ilə, insanlar içərisində hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bu gözəl xüsusiyyətlərinə görə əmin adlandırmışlar Peyğəmbər sallallahu əleyhi və səlləmi. Və Peyğəmbər s.ə.v biz həyat tərzinə baxdıqda görərik ki, hətta İslamdan əvvəl, Peyğəmbərlikdən əvvəl Peyğəmbər s.ə.v-in qövmündə olan məqamı, yeri böyük idi. Elə bir böyük idi ki, Peyğəmbər s.ə.v-in bir sözündən Qureyşlər razı qalardı. Dediyi bir sözü Peyğəmbər s.ə.v məsləhətin tövsiyəsini götürüb əməl edərdilər. Və buna da dəlil Peyğəmbər s.ə.v-in Peyğəmbərliyindən qabaq baş verən hadisələrdən biri də Kəbənin tikilməsidir. Kəbə leysan yağışlardan sonra Kəbə uçur və Qureyş Kəbəni bina etməyə başlayır, tikməyə başlayır və tikib qara daşın yerinə gəlib çatdıqda onlar arasında ixtilaf baş verir. Bu ixtilaf onların arasında o qədər böyüyür ki, hətta onlar dava etməyə, hətta bir-birlərini öldürməyə qalxır belə. Bunun çözülməsi üçün, çünki bu qaradaşı onlar qaradaşı əziz bilirdilər və həmçinin onlar da hamısı iddia edirdilər ki, bu qaradaşı qoymağa biz layiqik. Başqa nəsillər arasında böyük ixtilafa gətirib çıxarmışdı bu qaradaşı yerinə qoymaq. Və onlar öz aralarında belə bir qərara gəldilər ki, Kəbənin ətrafında, yəni Məscid-ül Harama ilk girən adam kim olsa, onların arasında hökm verəcək. Və onlar bu qərara gəldikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm haramın qapısından içəri daxil olur və belə buyururlar ki, "Həzə əmin radina bih." Bu əmindir, razı qaldıq. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin məsələlərini ərz etdikdən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl bir çözüm yolu onlar üçün qoyur və Peyğəmbər sallallahu əleyhi və səlləm bir parçanın gətirilməsini əmr edir və qaradaşı qaldırır, qoyur o parçanın arasına və hər qəbilədən olanlara əmr edir ki, hərəsi gəlib o parçanın ətrafından yapışsınlar. Onlar hamısı parçanın ətrafında yapışırlar və gəlib qaradaşın yerinə yetişdikdə Peyğəmbər sallallahu əleyhi və səlləm öz əlləri ilə qaldırır, qaradaşı yerinə qoyur. Bu hələn Peyğəmbər sallallahu əleyhi və səlləmin Peyğəmbərliyindən əvvəl olan gözəl yolu idi.
Peyğəmbərlikdən sonra isə Peyğəmbər sallallahu əleyhi və səlləmin ibadətdə olan yolu, davranışı çox gözəl idi. Misal olaraq Peyğəmbər sallallahu ibadətdə, gecə namazlarında, gündüz oruclarında, cihadında çox fərqli idi. Çox gözəl davranış sərgiləyirdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Gecələri o qədər ibadət edər, hətta tavanları belə çartlayardı. Və həmçinin Peyğəmbər sallallahu ədəbinə gəldikdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən ədəbli bir kimsə yox idi. Peyğəmbər sallallahu ədəbi gözlər önündə idi. Hamı Peyğəmbər sallallahu ədəbinə heyran qalırdı. Əxlaqından isə Peyğəmbər sallallahu nə qədər danışsaq, həqiqətən Peyğəmbər sallallahu əxlaqından danışsaq, yəni 1-2 dərs belə kifayət etməz. Çünki Peyğəmbər sallallahu əxlaqı barəsində kitablar yazılmışdır, müstəqil kitablar yazılmışdır. Necə ki, Ayşə anamızdan sahabələr gəlib Peyğəmbər s.ə.v-in əxlaqı barəsində soruşurlar. Ayşə anamız onlara deyir ki, Ələ təqra'unəl Qur'an. Əgər Quran oxumursunuzmu? Onlar deyirlər ki, oxuyuruq möminlərin anası. Dedi Peyğəmbər s.ə.v belə buyurdu ki, Ayşə anamız Peyğəmbər s.ə.v-in əxlaqı Quran idi. Quranda nə gözəl vəsflər varsa Peyğəmbər s.ə.v onların hamısını edirdi. Quranda nə qədər çirkin əməllər zikr olunur, Peyğəmbər s.ə.v onlardan uzaq olmuşdur. Peyğəmbər s.ə.v canlı bir Quran idi. Quranı tam şəkildə yaşayan bir insan idi. Ayşə anamız onlara deyir ki, məyər Quran oxumuyorsunuzmu? Peyğəmbər s.ə.v-in əxlaqı Quran idi. Ona görə Allah s.ə.v Peyğəmbər s.ə.v Quran kərimdə tərif edərək buyuruyor ki, İnnəkə alə xuluqin azim. Həqiqətən sən böyük əxlaq üzərəsən. Ona görə Peyğəmbər s.ə.v buyuruyor ki, mən gözəl əxlaqı tamamlamaq üçün gəlmişəm, yollanmışam. Ona görə mömin daim Peyğəmbər s.ə.v əxlaqına baxmalıdır. Peyğəmbər s.ə.v əxlaqından özünə gözəl pay götürməlidir. Və həmçinin Peyğəmbər s.ə.v-in müamiləti, insanlarla davranışı, ən birinci Peyğəmbər s.ə.v-in öz ailəsi ilə davranışına baxılmalıdır. Peyğəmbər s.ə.v-in ailəsi ilə davranışı çox yüksək səviyyədə idi. Elə bir davranış vardı ki, Peyğəmbər s.ə.v-in ailəsində, Peyğəmbər s.ə.v-in öz ailəsinə qarşı həqiqətən bir boşluq yox idi. Çünki Peyğəmbər s.ə.v deyir ki, sizin ən xeyriniz öz əhlinə qarşı yaxşı olandır və mən də sizin öz əhlinə qarşı ən yaxşı olanınızam. Və Peyğəmbər s.ə.v əlinin altında olan xidmətçilərə belə gözəl davranar və onları heç vaxt incitəcək bir söz deməzdi. Hətta Ənəs İbn Məlik radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v 10 il xidmət etdim. Və bir dəfə Peyğəmbər s.ə.v mənə demədi ki, niyə bunu belə etdin və niyə bunu belə, sən falan şeyi niyə belə etsəydin, belə olardı və yaxud bir incilik, məni incizə bir söz belə deməyib Peyğəmbər s.ə.v. 10 il ərzində bir dəfə belə mənə belə ifadələr deməyib Peyğəmbər s.ə.v deyə buyururdu Ənəs radiyallahu anh. Və həmçinin Peyğəmbər s.ə.v sahabələrin uşaqları ilə davranması, onların balacalarını dizin üzərində otuzdurması və s. ilə axır. Yəni Peyğəmbər s.ə.v həqiqətən müamilətinə baxdıqda biz çox insanı heyrətə gətirir. Peyğəmbər s.ə.v insanlarla davranışı. Həmçinin cihadı, Peyğəmbər s.ə.v-in cihadına baxdıqda gördük ki, ən ədalətli cihadlar Peyğəmbər s.ə.v etdiyi cihadlar idi. O cihadları ki, Peyğəmbər s.ə.v orada əmr edərdi, qocaları öldürməməyi, qadınları öldürməməyi, uşaqları öldürməməyi və heyvanlara və ağaclara ziyan verməməyi. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin əli açılığı barəsində isə, yəni nə qədər danışsın belə azdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin əli açıqlığı kimi əli açıq, səxavətli insan olmayıb. Çünki hətta Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib İslamdan nə istəsirdilər İslam üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm verərdi. Hətta bir gün gəlib biri ondan, Peyğəmbər sallallahu aleyhi və səlləmdən elə bir şey tələb edir ki,
Peyğəmbər s.ə.v ona elə bir istədiyin verir ki, hətta o istək 2 dağın arasına sığacaq qədər qoyun olur. Və gedir öz qövmünə deyir ki, qövmüm iman gətirir, Muhammed elə bir əta verir ki, elə bir pay verir ki, kasıbçılıqdan qorxmur. Bu şeylərə baxanda həqiqətən Peyğəmbər s.ə.v əxlaqına baxdıqda, Peyğəmbər s.ə.v əli verimliyinə baxdıqda, Peyğəmbər s.ə.v insanlarla davranışına, ədəbinə, ərkanına baxdıqda insanın imanının artmaması mümkün deyil. Ona görə bugün bizim imanımızın zəifləməsi və imanımızda olan boşluqlar hamısı Peyğəmbər s.ə.v-in sirasını oxumağımızdan uzaq düşməyindən qaynaqlanır. Əgər həqiqətən Peyğəmbər s.ə.və tabi olan olsuq, yəni əməlcə tabi olan, sözcə tabi olan yox, o zaman gəlir biz daim Peyğəmbər s.ə.v-in həyat tərzin, həyatın, sirasın gözümüzün önündə olsun, əlimizdə olsun, daim ondan danışaq, tanıdaq, sevdirək. Bu Peyğəmbər s.ə.və tabi olanın yoludur. Peyğəmbər s.ə.və sevmək, Peyğəmbər s.ə.və insanlara tanıtdırmaq, Peyğəmbər s.ə.və əxlaqını, davranışını insanlara çatdırmaq və birinci də öz həyatımıza tətbiq etmək. Və şeyx sonra Həfizəhullah keçir daha bir məsələni qeyd edir, imanı artıran məsələlərdən biri də deyir, mərifətin məhəsini dinil İslam. İslam dininin gözəllikləri barəsində fikirləşmək. Və buyurur ki, fəddinil İslam kulluhu məhəsin. Deyir, İslam dini hamısı gözəlliklərdir. İn nəzarta ilə ibadət sətəciduhə ənəhə əkməl ibadət və əhsənihə. Deyirsən, İslamda ibadətlərə nəzər salsan, görərsən ki, ibadətlər ən gözəl, ən kamilidir. İslamda olan ibadətlər ən gözəl, ən kamil ibadətlərdir. Və in nəzarta ilə aqaid sətəcidu ənəhə asahhul aqaid və aqvamhə. Deyirsən, İslam əqidəsinə baxdıqda, nəzər saldıqda görərsən ki, ən səhih, ən düzgün əqidədir. Və həmçinin İslamın ədəbinə, əxlaqına baxsan görərsən, ən kamil əxlaq, ən kamil ədəb İslamdadır. Və bin-nəzri ilə həzihil məhəsin yəzdədül abdi hubbən li həzəddin. Deyir, insan bu gözəlliklərə nəzər salmaqla imanı çoxalır, dini, İslam dininə olan sevgisi artır. Və buna iqbələn aleyhi və əmələn və səyyən fi tətbiqihi. Və beləcə İslamı yerinə yetirməyə can atır. Və İslam dininin həqiqətən gözəllikləri çoxdur. İslam dininin gözəllikləri odur ki, huvə dini yusru və səmə. Həqiqətən o bağışlanmaq dinidir və hasanlıq dinidir İslam dini. Dinu adlu və rəhmə. Həqiqətən ədalət və rəhmət dinidir. Dinul ulfə və ixa. Qardaşlıq birlik dinidir. Dinul ilmi vəl əməl. Əməl və elm dinidir. Dinu yəhdi lillətihi aqvam. Bütün gözəlliklərə yönəldən bir dindir İslam dini. Dinul kəməli və şumul. Həqiqət kamillik dinidir İslam dini. Dinul vəfə və sadaqatı vəl əmənə. Həqiqətən əmanətə və dostluğa vəfa edən bir dindir. Dinul izzəti vəl quvvə. İzzət və qüvvət dinidir. Dinun əsasuhu tevhid. O İslam dini elə bir dindir ki, onun əsası tövhiddir. Və ruhuhu ixlas. Onun ruhu ixlasdır. Və şiaruhu təsəmuh vəl ixa. Onun şüarları isə bağışlamaq və qardaşlıqdır. Və dinuhu məbnəhu aləl aqidəti sahihə ən-nəfiə. Həqiqətən o elə bir dindir ki, onun binası səhih əqidədən qaynaqlanır. Əxlaqül kərim əxlaqdan qaynaqlanır. Və aləl əməl muslihə lil əhval. Bütün insanın əhvalını düzədəcək əməllərdən qaynaqlanır. Və aləl bərahini fi əqidəti və əhkəmi. O əqidəsində və əhkamlarında tam yəqinliklə olan dəlillər üzərindədir. Və həmçinin o din, İslam dini elə bir dindir ki, gözəlliklərindən
o bütün pislikləri insandan uzaqlaşdırır. Xurafatı, hiləbazlığı insandan axlı və insanın fikrin, əməlin pisləşdirəcək, insanı alçaldacaq bütün əməlləri insandan uzaqlaşdırır. Bütün insanı bütün xeyirlərə yönəldir və bütün insanda olan alçallığı, rəzilliyi uzaqlaşdırır. Ona görə də insan dinin gözəlliklərinə baxmalıdır. Həqiqətən bunlar, yəni İslam dininin gözəlliyi barəsində az bir şeylərdir. Lakin insan dərin təfəkkür etdikcə, dərin düşündükcə İslam dininin gözəlliklərini görür. Həmçinin insanın imanın artma səbəblərindən biri də qiraət-i seyr-i sələf-i salih. Sələf-i salihin həyatını oxumaqdır. Şeyx buyurur ki, İnnə qiraət-i seyr-i sələfi kəsirət Əbu Bəkr və Ömər və Osman və Ali və sair-i sahabə və sair-i təbiin əimməti qiraət-i təəmmül və tədəbbür və tiyazə mimmə yəsidul imanə kəmə qil. Yəni, həqiqətən də sələf-i salihin həyatını oxumaq və xüsusən də Əbu Bəkrin, Ömərin, Osmanın və Əlinin radiyallahu anhum və başqa sahabələrin həyatını oxumaq və tabinlərin və əimmələrin həyatını oxumaq, imamların həyatını oxumaq, qiraət etmək və tədəbbür etmək və fikirləşmək insanın həqiqətən imanını artırır. Necə şeirdə deyilir ki, Kərrir aleyyə hədisəhum yə hədi. Deyir, sən onların hədisini, yəni onlar barəsində bizə danış ki, fəhədisuhum yəclufu ədi sadi. Həqiqətən onlar barəsində danışmaq qəlbi gözəlləşdirir, qəlbi rahatlaşdırır. Və insan oradan da onların sahabələrin həyat tərzini və tabinlərin həyat tərzini oxumalıdır, məlumat toplamalıdır. Onlar da imanda necə örnəkdə öndə olduqların, necə imanları, İslamı yaşamaqlarını, necə qardaşlıq etdiklərini, necə İslamı dəyərləndirdikləri, İslamı əziz tutmalarına baxdıqda həqiqətən insanın imanın artmasına kömək edir. Və şeyx həmçinin imanı artıran səbəblərdən biri də təəmmülü fi ayətillahil kevniyyə. Allah Subhanahu taalanın kövni ayətlərini fikirləşmək. Allah Subhanahu taalanın yaratdıqlarını fikirləşdirmək. Və buyuruyor ki, təəmmül fi xalqillah azza və cəllə fi əştar və cibal və ənhar və bihar və əvdiyyəti və səma və ard və nucum və qamar və qeyrihə mimmə yazidu fil iman. Bəl ləv təəmməl insana fi nəfsihi kəffə keyfə ennəllahu xalaqahu fi əhsəni təqvim və alə əkməlil həl. Deyir ki, şeyx, həqiqətən insan Allah Subhanahu yaratılan fikirləşməsi insanın imanını artırır. Ağaclara fikirləşməsi, dağlara fikirləşməsi, çayları fikirləşməsi, dənizləri fikirləşməsi, vadiləri fikirləşməsi, göyü yeri fikirləşməsi, ulduzları, ayı fikirləşməsi. Bunlar hamısı şeyx deyir ki, insanın imanını artırır. Bunlardan da ən əsas insan imanını artıran şey buyurur ki, insan öz nəfsini fikirləşərsə, Allah Subhanahu taala necə onu gözəl şəkildə yaradıb, necə onu kamil şəkildə yaradıb, kamil halda yaradıb, bu onun imanını artırar. Necə Allah Subhanahu taala buyurur ki, və fi enfusikum əfələ tubsirun, öz nəfislərinizdə görmürsinüzmü? Yəni və fi enfusikum eyyuhannas dəlalətun alə qudratillah. Deyir, Allah Subhanahu taala ayədə buyuruyor, fi enfusikum əfələ, öz nəfislərinizdə ey insanlar görmürsinüzmü Allahın qüdrəti? Allahın qüdrətini öz nəfisinizdə görmək, yəni insan özünə baxdıqda, öz yaradılışına baxdıqda, həqiqətən o özündən Allahı tanımaq üçün, öz yaradılışına Allahı tanımaq üçün ona kifayət edər. Necə Allah Subhanahu kamil şəkildə, necə gözəl şəkildə yaradıb. Düşünər bunu. Allah Subhanahu buyurur ki, Sənurihim əyətinə fil əfaq və fi ənfusihim həttə yətəbəyyənə ləhum ənəhul haqq. Və buyurur ki, təfsir alimləri, Sətura kuffar Qureyş əyətinə fi əfaq ard. Onlar bizim yeryüzündə ayətlərimizi görəcəklər. Mimmə yəftəhullahu lil musliminə və nurihim fi ənfusihim. Allah Subhanahu necə müsəlmanlara fəthələr vermiş, necə İslam böyümüş və hətta qəbilələri özlərinə tabi etmiş və hətta Məkkədə belə öz nəfislərində belə Allah Subhanahu onlara göstərəcək.
Məkkənin fəthi ilə onlara Allah Subhanahu öz ayətlərini göstərəcək. Ləhum bimə yərfəu şəkkə ənə həzəl Qur'an. Yəni o şək onlardan o şübhəni qaldıracaq ki, həqiqətən bu Qur'an, bu din haqq dindir. Allah Subhanahu bu dini bərqərar edəcək yer üzündə. Birinci Ərəb yarımadasında, necə Peyğəmbər Mədinə ətrafında və qəbiləri, sonra da Məkkədə Məkkənin fəthi ilə artıq onlar müşriklər açıq-aydın gördülər. Və həmçinin Şeyx Həfizəhullah burada bir beyt şeirə də toxunur və buyurur ki, وَلِلَّهِ فِي كُلِّ تَحْرِيكَةٍ وَتَسْكِينَةٍ əbədən şəhidu. Hər bir hərəkət, hər bir sakinlik şahidlik edir ki, وَفِي كُلِّ شَيْءٍ لَهُ آيَةٌ. Hər bir şey dəlildir ki, Allahın varlığına dəlildir. Tədullu alə ənəhu vahidə. Hər bir şey dəlalət edir ki, həqiqətən o Allah təkdir. Və əxiru dəvənə vəlhamdülillahi rabbil aləmin.